Bu dərsimizdə söz verdiyimiz kimi frameworkda verilənlər bazası ilə işləmək üçün istifadə olunan standart klasslar haqqında məlumat verəcək. Yəni əsas iki klass haqqında danışacağıq. Bunlar CDB Connection və CDB Command klasslarıdır. Həmin klasslar verilənlər bazası ilə əlaqə yaratmaq və sorğular göndərilməsi işinə yarayır. Amma klassları öyrənməyə başlamazdan əvvəl köhnə dərslərimizi yadımıza salaq. Burada biz verilənlər bazası ilə əlaqə saxlamaq üçün index.php faylına, ümumiyyətlə index.php faylına application yaratmaq üçün config parametri ötürmüşdük. Həmin config parametrinə daxil olanda biz, yadınızdadırsa, orada verilənlər bazası göstərmişdik. Demişdik ki, verilənlər bazasını biz DB ilə aktivləşdiririk. DB-ni biz aktiv etdikdən sonra artıq verilənlər bazasına məlumat daxil etmək mümkün oldu. Bax, elə bu DB CDB Command və CDB Connection klassının özüdür. CDB Connection klassının özüdür. CDB Connection klassının Connection, String, Emulate, Prepare, Username, Password, Charset, Table, Prefix kimi parametrləri var. Həmin parametrlər müvafiq qiymətlər qəbul etdikdən sonra artıq klassın obyekti yaradılır və həmin klassda sorğular göndərilərək, həmin klassda daha doğrusu biz həmin klass vasitəsilə SQL CDB Command klassının obyektini yaradırıq və CDB Command klassı vasitəsilə sorğularımızı yerinə yetiririk. Baxaq görək, bu bizdə necə realizə olunacaq. Bunun üçün biz daxil oluruq, bu hissələri hamısını bağlayaq. Gələk adəti üzrə sevimli kontrollerimizə. Kontrollerimizi açırıq, bu hissəni silirik. CDB kriteriya klassında silirik. Bax görək. Biz dedik ki, verilənlər bazası ilə əlaqə saxlamaq üçün ilk öncə CDB Connection klassının obyektini yaratmaq lazımdır. Bax görək, həmin obyekt necə yaradılır? Daha doğrusu resurs yaradırıq. Yəni ki, resurs identifikatoru yaradırıq ki, sonra həmin identifikator vasitəsilə verilənlər bazasının növbəti mərhələlərində istənilən sorğuları göndərmək, emal etmək və s. mümkün olsun. Bu olacaq bizim resource bərabərdir new CDB Connection. Bəli, əfsanəvi klassımız CDB Connection klası. CDB Connection DSN qəbul eləyir. Həmin DSN nədən ibarətdir? DSN-də biz verilənlər, hansı tip verilənlər bazası ilə əlaqə saxlayacağımızı, lazım olsa hansı port vasitəsilə, hansı hostla əlaqə saxlayacağımızı və bazanın adını göstərmək lazımdır. Baxaq, biz MySQL verilənlər bazasını istifadə edirik. MySQL verilənlər bazasında bizim hostumuz lokal host olacaq. Daha sonra bazamızı göstərmək lazımdır. Bu isə DB name, database name'imiz isə bizdə main base olacaq. Bu hissəni hələ bağlamırıq. Biz ilk əməliyyatı yerinə yetirdik, DSN göstərdik. İndi isə istifadəçi adını göstəririk. Bilirik ki, PHP MyAdmin-də istifadəçi adı standart olaraq root, parol isə boşdur, parolsuzdur. Bəli, biz bununla CDB Connection klassını belə deyək ki, resurs obyektini yaratmış olduq və indi biz bu obyektdən CDB Command klassının obyektini formalaşdıracaq. Bir daha qaydaq bizim config faylımıza baxaq. İndi hər şey daha yaxşı aydın olacaq bizə. Görürük ki, burada MySQL host, localhost, dbname, main base göstərilib. Eyni ilə biz burada həmən komandanı yenidən göstərdik. Yəni, getdikcə hər şey aydınlaşmalıdır bizim üçün ki, burada yazılanlar heç biri mənasız bir şey deyil. Hər biri müəyyən bir funksiyadır, müəyyən bir əməliyyatdır. Ona görə bu əməliyyatları dərindən analiz edib başa düşməyimiz framework-ı daha yaxşı öyrənməyimizə səbəb olacaq. İndi isə CDB Command
klassını formalaşdırmaq lazımdır. Bunun üçün biz resource faylımıza müraciət edirik. Resource faylımızda create command göstəririk. Bu create command vasitəsilə əslində biz CDB command klassını istifadə etmiş olduq. Create komanda sorğu olaraq SQL sorğu göstərilir. Həmin SQL sorğunu biz ayrıca yazırıq. SQL misal üçün bazamızda maşallah heç nə yoxdur. Ona görə bazamıza müəyyən məlumat daxil edirik. Düzdür, sütunların adları ilə daxil etdiyimiz məlumatların bir əlaqəsi olmayacaq, amma yenə də məlumat daxil edək. Misal üçün ad, soyad kimi istifadə eləyək. Lap ad, soyad kimi istifadə etmək üçün yeni bir cədvəl yaradaq. Sağ düymə, new, table, ID, name, surname, created, time, identifikatorumuz int, açar, auto increment, name, varchar, 20 simvoldan ibarət olsun, soyadda varchar 20 simvoldan ibarət olsun, create integer tipindədir və 0 icazə verilmir. Adını isə user qoyuruq. OK. Əla və design table formasında açırıq, görürük ki, hər şey qaydasındadır. Üzərindəki də və klik edərək məlumatlar daxil edirik. Misal üçün, name Nəbiyev, misal üçün Orxan, Təhməzov, misal üçün Ələkbər, Əsədov, Sübhan. Hələlik bu məlumatlar bəs eləyir, yadda saxlayırıq. Biz göstərdik ki, verilənlər bazamızda database name, main base ilə əlaqə saxladıq. Lakin bizim cədvəlimizdə bilirik ki, cədvəlimiz model əsasında formalaşıb. Bizim modelimizə baxaq. My modeldə görürük ki, table name page-dir. Onu dəyişirik. User edirik. ID, name, surname, created time. Əla. Sorğu olaraq isə bütün belə deyək məlumatları oxumaq. Necə oxuyacaq məlumatları? Select ulduz from user. Heç orada modelde dəyişiklik etməyə də ehtiyac yox idi. Sadəcə model istifadə etsək, o zaman dəyişmək lazımdır. Bizim heç model istifadə etməyəcəyik. Ona görə də birbaşa belə yazırıq. Select bütün məlumatlar user'dan. Haradakı identifikator kiçikdir. Misal üçün 5-dən. Əla. Həmin sorğu bizdə create komanda ötürüldü. Bu oldu bizim sorğu. Əla. Sorğumuzu bir dəyişənə yerləşdirdik və həmin sorğunu biz icraya buraxmalıyıq. Bəs yaxşı, sorğular necə icraya buraxılır, necə icra olunur? İndi onları dərindən öyrənək. Sorğunu icra etmək üçün əsas iki komandadan istifadə olunur. Execute və query komandalarıdır bunlar. Baxırıq. Execute və query komandaları. Bəs hansı nə zaman istifadə olunur? Execute komandası əgər bizim göndərdiyimiz sorğular insert, update və delete olarsa, execute komandası icra olunur. Yox, əgər göndərdiyimiz sorğu select olarsa, seçim olarsa, o zaman query funksiyasını istifadə edirik. Biz burada query funksiyasını istifadə edəcəyik və bizim sorğu icra olunacaq. Sorğumuz icra olunur. Query
sorğunu icra edəndən sonra müəyyən dəyişənə yüklənilir. Həmin sorğu bu olsun info, yəni bizim informasiya artıq bu infoda yerləşir. Bəli, mərhələ-mərhələ bir daha nəzərdən keçirək. CDB Connection klassının obyekti yaradıldı. Konstruktoruna müvafiq parametrlər ötürüldü. İlk parametr olaraq DSN ötürülür. DSN-də biz hansı baza tipi, hansı host və hansı baza ilə əlaqə saxladığımız göstərilir. Framework-da ən məşhur verilənlər bazası olan MS SQL, Oracle, MySQL və s. bazalarla geniş əlaqə saxlamaq mümkündür. Heç bir problemsiz işləyir. İkinci parametr olaraq istifadəçi adı, üçüncü parametr olaraq isə parol ötürülür. Daha sonra ayrıca bir sorğu yaradırıq və create command vasitəsilə CDB command klassını, obyektini belə deyək, yaradıb ona biz sorğumuzu ötürürük. Daha sonra isə əgər ötürülən sorğumuz select olarsa, yalnız selectdə query istifadə edilir. Qalan bütün hallarda insert, delete, update hallarında bizdə execute komandası icra olunur. Info isə bizim bu sorğuya aid məlumatları saxlayır. Adəti qaydamıza riayət edərək indi müvafiq informasiya olan dəyişəni biz indeks səhifəsinə ötürüb orada onu ekrana çıxarmağa çalışacağıq. Bunun üçün indeks faylımızı da açırıq. Views, my model, index. Bu hissədə məlumat silirik. Bax, görək biz hansı məlumat ötürürük. Info məlumatını massiv olaraq indeks səhifəsinə ötürək. Adı bizim olsun base info. O özündə massiv saxlayır. Həmin dəyişən adını dəyişərək base info olur və bizim indeks səhifəsinə ötürülür. İndeks səhifəmiz, yəni view hissəsi həmin informasiyanı qəbul eləyir və for each vasitəsilə biz massiv üzərində gəzərək onu ekrana çıxardacaq. For each base info as $info. Misal üçün yazırıq print $info və belə kvadrat içərisində biz name yazırıq ki, verilənlər bazasında məhz adları çıxardırıq. Daha sonra adlarla bərabər soyadlar və create time ehtiyac yoxdur, çünki orada dəqiq vaxt göstərmədik. Ona görə yazmırıq. Bəli. Bax, görək bizim indeks səhifəsi indi nə məlumatlar ekrana çıxardır. Bəli, görürük Nəbiyev Orxan, Təhməzov Ələkbər, Əsədov Sübhan. Yazdığımız məlumatlar hamısı rahat şəkildə əks elətdirə bildik. İndi sorğunun icra olunmalarına baxaq. Update, delete və insert komandaları vasitəsilə məlumatlar necə daxil edilir. Düzdür, bu dərsdə mən ümumiyyətlə SQL haqqında danışmayacağam. Yəqin ki, bu dərsə baxırsınızsa, hər halda SQL haqqında məlumatlarınız var. 4 əsas komandadan ibarətdir. Onları yəqin ki, yaxşı şəkildə, yəni normal dərəcədə istifadə edə bilirik. Baxaq, məhz biz burada query yox, execute-un icra olunması üçün bazaya yeni bir məlumatlar daxil edək. Bunun üçün insert into cədvəlimizin adı user müvafiq sütunlarımızı göstəririk. Sütunlarımız bizim name, username və created time'dır. Qiymət olaraq values, qiymət olaraq da biz onlara ötürürük name, misal üçün Musa, username olsun
Musayev və yaradılma vaxtı. Yaradılma vaxtımızı biz belə bir dəyişən vasitəsilə əks elətdiririk və time'ı biz burada yazırıq. Values həmin qiymətləri daxil etdik. Musayev vahid aradakı ID ehtiyac yoxdur. Məlumat daxil etdik. İndi həmin məlumatı icraya buraxmaq üçün bizdə execute komandası lazım olacaq. Execute komandası icra olundu və bizdə indeks səhifəsinə heç bir məlumat götürməyə ehtiyac yoxdur. Çünki icra olunan məlumatın bazaya daxil olmasından sonra görəcəyik ki, əmrimiz doğrudur ya yanlış. Baxırıq. Bizdə görürük ki, yanlışlıq var. Niyə? Unknown column username. Bəli, bizdə heç username sütunu yoxdur. Açdım bu hissədə yazaq surname. Mənə deyən lazımdır ki, kiçisinə ingilis adları niyə qoyursan ki, niyə də belə olur. Səhifəmiz yeniləndi. Yəqin ki, bazaya məlumatımız daxil olub. Biz main base user bəli, görürük ki, Musayev məlumatını daxil etdik. Digər məlumat da boş şəkildə daxil olub. Ona görə silir onu, səhvimizdən irəli gəlirdir bu. Bu da bizim create time yaradılma vaxtımız. Məlumat görürük ki, rahat şəkildə bazaya daxil edildi. Həmçinin insert, update, delete komandalarında da execute əmrini icra eləyib və yenə də bununla bərabər məlumatı rahat şəkildə ekrana çıxarda bilərik, ekrana oxuya bilərik. Belə, U-Framework-da verilənlər bazası ilə işin əsasları ilə tanış olduq. Yəqin ki, komandalarla geniş şəkildə işləyərək verilən ilkin məlumatları daha da möhkəmləndirib, lazımi dərəcədə verilənlər bazası ilə işləməyi bacaracaq. Mən Süleyman Tural. Növbəti dərsimizdə görüşənədək.